Tam bu gördüğün evin üstünden hiç bir 30 metrede olmadan yukarıdan bugün kara bir vertolyot geçti. Bu boyda araziler her şey koy. Tam bu gördüğünüz bağın üstünden, bu kırışının üstünden evin. Bu gördüğünüz evin kırışının üstünden tam demek olar bir 30 metre olmazdı. Hiç 30 metre olmazdı bir vertolyot geçti. Kara vertolyot. Yaxşı, mason qardaşlar və ya bir təsadüfmü iminlə kənddə heç kim lazım olmayan bir yerdə mən atamgildə yaşa. Buradan səhərə yaxın bir səhərdə bir vertolyot keçsin tam mənim evin üstündən. Yaxşı, təsadüf olsun. Yaxşı, o zaman mənim verəcəyim proqnozların altında bəzi insanların yazdığı rəylərin əsasında və ileri xahişlərin əsasında bir dəfə də bu proqnozu vereyim. Baxın, bugün yeni başımıza nə oyunlar gələcək. Mənə sual verirlər ki, Rusiyada olan savaşdır, təbii fəlakətlərdir, xəstəliklərdir. Hər kəs bir cür analiz eləyir. Mən də bu barədə deyirəm ki, qısa və konkret. Dünyada niyə 3 dənə bir şey birdən olsun? Məsəl üçün, təbii fəlakətlər də eyni vaxtda təsadüf olsun. Bu, Allahın işidirsə, təbiət. Yaxşı, xəstəliklər də nəzərə alaq ki, insan çox o günə immunitet, nə bilim, qarışır, o, bu. Yaxşı, bu xəstəlik də qoşaq Allahın işinə. Bu, təsadüfən bu, eyni vaxtda bu koronavirusun gəlməsi, sonra bu koronavirusdan sonra savaşların tam alovlanması və təbii fəlakətlər. Yaxşı, bunu da Allahın üstünə qoyaq. Savaş mı Allah mı edir? Yaxşı, bunu dini tərəfindən nəyəsə yazmayaq. Ay, dində belə yazılmışdı, ay nə bilim nə. Savaşı edən kim? Keyf içində olan Trump maraqları və Trump da deməzdim mən buna. Təsəvvür edin ki, son neçə prezident değişdi Amerikada. Hamı eyni proses apardı. Orada kongresmenlərlə kommunistlərlə də belə bir əsnavno 2 dənə partiyadan seçilir prezident Amerikada və hər 2 dənə də seçilmiş prezidentlərin verdiyi qərarlar yenə də müsəlman ölkələrinə, Rusiyaya, İrana qarşı eyni politika davam edir. Yaxşı, bunu da deyim ki, Amerika opşi politikadır. Savaşların bir yerdə gəlməsi, xəstəliklərin bir yerdə gəlməsi, bir də təbii fəlakətlərin. Hər üçü də insanların malına, mülkünə ziyan eləyir. İnsan həyatını fəlcilir, aparır. Təsəvvür edirsinizsə, insanlar son zamanlar 70'e qədər çox reddi halda çıxır, çox cavan ölürlər. Və bu yaxşı, qidaların da deyək ki, yaxşıdır. Belə başa düşürük ki, rax xəstəlik baş alıb gedəcəyini demişdim. Bugün rax xəstəlik baş alıb gedirmi? 10 il, 12 il bundan geriyə qayıdaq. 2013-cü, 14-cü, 15-ci illərdə verdiyi proqnozları mənim Facebook'da, bu Instagram'da Nadim Alixanı və YouTube'da geriyə qayıtsaz o illərə baxsa, orada yazılı hallarda yazılmış sözler var idi ki, rax xəstəlik baş alıb gedəcək. Hər zaman proqnozlarında demişdim. Bugün doğrudan da rax xəstəlik baş alıb gedir. Bu olan bir xəstəlikdir deyə insanlar sanki yeməkdən, qidadan çatışmır, o süni yeməklər dərmanlı deyə keçirirlər. Amma heç kim düşünmür ki, insan ölümünə aparan şeyə hər dərman da olsa, nə də olsa niyə şərait yaradır və bunu kim bu şəkildə icazə verir ki, bu qədər insan raka düçar olur və nədəndir? Bunun bir qabağına dünya üzərində mütəxəssislər bunun üstünə çox düşmür. Çünki insan ölməlidir, getməlidir. Bu da əsas insanların qəbul elədiyi bir xəstəlikdir. Adi bir hal olaraq yaşayırdı və bu daha da çox olacaq da, çox edəcəklər. Min cür oyundan, qidadan, havadan edəcəklər. Artıq qəbul eləyib xəstəlikdən ölmək deyə. Bu bir. Savaşlar da insanlar artıq qəbul eləyibdir, biz görürük. Bu savaşlar da böyüdür və deyəndə ki, hər şey Allahın əlindədir, biz nə edə bilirik? Bu Allah eləmir axı savaş. Savaş bizim kimi insanlar eləyir. Biz insanlar bütün dünyada bir neçə milyardıq və onların içində bir neçə milyon
varlı və onlara yaxın bəlkə adamları var ki, masonlara, hansı ki onların istəklərini, qərarları verir. Amma biz qalan insanlar şuurumuz olsa da belə şuursuz şəklində zaten ölürük. Bir var bir neçə müddətdən öləsən, bir də var indi onların qərarları ilə ölürük. Məsəl üçün Filistində, İranda, nə qədər dünyada göz önündə körpə-körpə uşaqları gedir, ağlayır, nə edəcəyini bilmir. Bugün sakit olan bir dönemde dünya, hamı bir ülke, iki ülke, üç ülke, bütün ayağa duraraq desə ki, kim ki qərar verirsə ki, savaşa, hansı ki ülkenin başçısı, o haqsız savaşa deyək də, əsasən də. Hansıdır haqsız savaş? Biz hamımız bilirik ki, Ukraynanın torpağına girib savaşan Rusiyadır. İranın üzərində çoxlarda xoşuna gəlməz, İranın üzərində gəlib İran ərazilərdə, İranın öz ölkəni necə oturub durmaq lazım olduğunu Amerika qərar verir. Bunlar bilərəkdən də o bir tərəfdə dirəşir. Və bu kimi böyük ölkələrin verdiyi qərarlardır. Yəqin ki, kimlərsə bunu mənə ələ gəlir, ənə təhlillər edirəm. Məqsəd nədir sizcə? Dünya ki böyümür, cücərmir. Dünya eynidir də, torpaqda, dünya da eynidir. Elə bu boydasa bu boyda da qalır. Amma dünyada o yaşam üzərində olan rezervlər acı tökəndik. Nəyə görə? Doğur, dedikcə doğur, gedir və uşaq, insan çoxalır. Rezerv aşağı düşür, azalır. Texnologiya böyük inkişaf eləyir. Ona görə də həmən dünya idarə edən güclər də bunlara hesablanaraq artıq daha çox xəstəliklərə xod verir və gücləndirir. Təbii fəlakətləri daha çox eləyir və təkanı verir. Mənə elə gəlir, mən həmişə bunu demişəm ki, hərbi avadanlıq gəmiləri ilə, o ilə, bu ilə həddindən artıq leysanlar, küləklər, zəlzələləri edəcəklər. Duracaqlar bizim gözə görmədiyi bir okeanın ortasında, dənizin. Elə bir avadanlıq, elə bir sistem var ki, onlar istədiyi yağış da yağdıra bilər, istədiyi zəlzələ də edə bilər. Mən bunu həmişə bu cür izah edirdim və bugün də onun üstündəyəm. Bizə bugünkü gün mənə elə gəlir ki, çoxlu xəstəliyinə meyl yaradan havada bir çox şeylər var, bəlkə də viruslar var. Nədənsə onu aşkarlayıb demirlər. Bəlkə də çoxlu şəxsi Allah ürəyində olan laborator sahibləri olsa xəstəlikləri yoxlaya bilən bəzi professorlar özəl bir klinikalarda orada burada bu xəstəliklərə qarşı hansı ki təkan verən həm yeməklərdə, həm də havada nə qədər bugün insanı ölümünə şərait yaradan şeylər olduğunuzu görərlər və ona görə də məsəl üçün məsləhətlər verə bilər ki, insanlara bu dərmanlardan, bu şeylərdən yesə bu xəstəliklərə təb gələ bilərsiniz. Məsəl üçün immunitet qalxar, o olar, bu olar. Bunu edən etmir dünyanın heç bir yerdə. Yoxlanmır bu havada, bu dəqiqə nə var konkret və insanlara hansı xəstəliyinə təkan verir, edəmir. Konkret yeməkləri yoxlayıb demirlər ki, bu yeməkləri yesəz də qida çətindir, bu da istehsal eləməyə çoxaltmaq. Amma məsəl üçün marqans olsun, yod olsun, hansısa dərmanlardan da istifadə etmək lazımdır ki, filan xəstəliklərə meyl olmasın. Bunlara demirlər. Bunları kim deməlidir? Təbii ki, bunlar yüksək Çox üzr istəyirəm. Bunlar kim demək? Bunlar çox yüksək dünya üzrə səhiyyə təşkilatı var. Dünya səhiyyə, onun nəsə adı var idi. Onlar deməlidir, onlar bəyanat verməli, eləmirlər. Lanan bir xəstəlik nəsə olanda, biraz insanlar gözünə görünən hala gələndə yalandan bir bəyanat verdiyi kimi eləyir. Sonra da öz axarını xəstəliklərə buraxırlar. Nəysə dostlar. Hər şey Allahın əlindədir deyə yatdıqca Allah da sizə göz də, ağıl da verib. Biraz da bu haqsız yerə gedən Ukrayna-Rusiya savaşında mən dəfələrlə demişdim ki, burada kimin qohumu, yaxınları varsa, uşaqları o savaş bitirənə qədər gətir Azərbaycanda, orada, burada yaxınların evində qoy. Çünki əzizləri itirməmək üçün məsləhət edin. Bugün çoxlara itirdikcə mənə yazır, uşağı yoxdur, nə xəbər, nə görürsünüz və çoxları da deyir ki, biz nə edə bilərik. Öz ölkəmizin, Azərbaycanın yedinci torpaqlar uğrunda doğru savaş getdi. Çünki bizim Qarabağ torpaqlar həqiqətən də zəbt eləmişdi. Axı Rusun torpağı Ukraynayı zəbt eləməyib, nəyin savaşı aparır?